Salam dəyərli şagirdlər və valideynlər, hər birinizi kanalımda xoş gördüm. Deməli, bugünkü mövzumuz 5-ci sinif riyaziyyat dərsliyində bərabərsizliklər mövzusudur. Bu tip videolar üçün də kanalıma abunə ola bilərsiniz. Başlayırıq araşdırma və müzakirə hissəsindən. Deməli, Anar 5 yaşı olan qardaşının ad gününə oyuncaq aldı. Oyuncaq qutusunun üzərinə 3+ yazısı onun hansı yaşlı uşaqlar üçün tövsiyə edildiyini göstərir. Yəni 3 yaş və üstü. Uşağın yaşı N ilə işarə edilərsə, oyuncağın hansı yaşda uşaqlar üçün nəzərdə tutulduğunun müqayisə işarəsini necə yazmaq olar? Tutaq ki, bu N-in yerinə biz 1-2 dəyişəndir. Yəni 5 də ola bilər, 7 də ola bilər, 8 də ola bilər. O zaman N 3-dən böyük bərabər olmalıdır, elə deyilmi? Yəni 3 də ola bilər, 3-dən böyük də ola bilər. Bu yaş uşaqlar üçün nəzərdə tutulub. Həmin oyuncaq Anarın qardaşının yaşına uyğundurmu? Bəli, 5 3-dən böyük olduğu üçün uyğundur və bunu biz bu formada da müəyyən edə bilirik. Bu da bizim açar sözlərimizdir. Dərsdə istifadə edəcəyik. Yəni bərabərsizlik, böyükdür, böyük bərabər, kiçikdir, bərabər, kiçikdir, bərabər deyil, bərabərsizliyin həllidir. Deməli, öyrənmə hissəsinə baxırıq. Ədədə bərabərsizliklər. Deməli, iki riyazi ifadə arasında münasibətin böyükdür, böyük bərabərdir, kiçikdir, kiçikdir, bərabərdir simvolları ilə yazılışıdır. Məsələn, 150 1-2 105-dən böyükdür. Bu formada hesablayaraq hansı tərəf böyükdürsə, deməli, bu işarə böyük olan tərəfi göstərir, bu da kiçik olan tərəfi. Deməli, bərabərsizlik yazılışında müqayisə işarəsi sağ və sol tərəfdəki ifadələr arasında münasibətin doğruluğunu əks etdirsə, bu doğru bərabərsizlikdir. Əgər səhv göstərirsə işarə, yəni əks etdirmirsə, doğru olmayan bərabərsizlik gedir. Burada da misallar verir. Məsələn, 5,6 böyükdür, 5,56-dan doğrudur. Doğru olmayanda da 6 9-dan böyük deyil, bu da yanlışdır. Çalışma hissəsinə baxırıq şagirdlər. Ulduz yerinə bərabərdir və yaxud da bərabər deyil. Bu bərabər deyil işarəsi fərqlidir deməkdir. İşarəsindən deyir, uyğun olan müəyyən edin. Bu 1-2, burası 0,67-dir. Bu da 0,50-dir. Deməli, bərabər deyil. 2-də 1 üstə 4-də 3 gələndə 4-də 5 eləyir. O da 1-ə bərabər deyil. Buranı hesablayanda 20 ilə 2 ixtisar gedir. Burada qalır 10. 3-dən 0,7 çıxanda qalır. Deməli, 2,3. 2,3-də 10-a böləndə edir 0,23. 0,23-də 0,3 bərabər deyil. Burada 35-i 7-yə böləndə 1, 2, 5 eləyir. 5-in kvadratında 5-də 1-ə vuranda yenə 5 eləyir. Bu bərabərdir. 4-ün kvadratı 16 eləyir. 16-dan 7 çıxanda 9 eləyəcək. 2-nin kubu 8 eləyir. 8-in üstə 1 gəndə də 9 eləyəcək. Deməli, bərabərdir. İkinci misala baxırıq. Verilən ədədlərdən şərtə uyğun olanları tapın. Altdan kiçik natural ədədlərdir. Yəni, say zamanı istifadə olunan ədədləri soruşur. 6-dan kiçik olsun. 5,5 kiçik olsa da natural ədəd deyil. Deməli, 5, 4, 2, 6-dan kiçik natural ədəddir. 7-yə bərabər olmayan natural ədədləri soruşur. 7-yə bərabər olmayan natural ədəddirsə, deməli, 1, 3, 8 və 9 7-yə bərabər olmayandır. 2,2 natural ədəd deyil, 7-də 7-yə bərabərdir. 5-dən böyük və ya bərabər olan natural ədədlər 4 kiçikdir, 5 bəli böyükdür. 6, 5 bərabərdir, 6 böyükdür. 6,5 natural ədəd deyil, 7 və 8 də 5-dən böyükdürlər. Öyrənmə hissəsinə baxırıq. Dəyişəni olan bərabərsizliklər. Bərabərsizliyin sol və ya sağ tərəfində dəyişəni olan ifadə varsa, belə bərabərsizlik dəyişən olan ifadədir. Məsələn, bu formada olan bərabərsizliklər gedir. Sözlə verilmiş dəyişən olan bərabərsizliyi yazmaq üçün dəyişənə müəyyən hərflə işarə etmək və müqayisə işarəsini düzgün seçmək lazımdır. Məsələn, bağlamanın kütləsi 3 kiloqramdan çoxdur. Bağlamanın nə qədər olduğunu biz bilmirik. Ona tutaq ki, burada S ilə işarə ediblər. Onda S necə yazırıq? Böyükdür 3. Sonra başqa nümunələrə baxsaq, karandaşların sayı 10-dan azdır. Karandaşın sayını K ilə götürüb, K 10-dan azdır. Anarın kütləsi 40 kiloqramdan çox deyil. Anarın kütləsi əgər M-dirsə, 40-dan çox deyilsə, demək 40-a ya bərabərdir, ya da ondan azdır.
Lalənin yaşı 18 deyilsə, 18-dən fərqlidir. Böyük də ola bilər, kiçik də ola bilər. Hərəkət sürəti 60 km/saatdan az deyil. Demək, bərabər də ola bilər, bundan böyük də ola bilər. Üçüncüyə baxırıq. Fikirlərə uyğun bərabərsizliklər yazın. N ədədi 7-də 5-dən böyükdür. Yəni yazırıq N böyükdür 7-də 5. C ədədi 3-dən fərqlidir. Deməli, fərqli işarəsi budur. C 3-dən fərqlidir. M ədədi 8-dən kiçikdir. Deməli, 8 onda M-dən böyükdür. X və 3-ün cəmi 8,4-dən kiçik deyil. Kiçik deyil deyir. Demək, həm bərabər ola bilər, həm də böyükdür. Deməli, X də gəlsin 3 böyükdür və ya bərabərdir 8,4-dən. 12 ədədi C-nin 2 mislindən böyük deyil. Böyük deyil deyirsə, ya bərabərdir ya da kiçik bərabər, yəni kiçikdir. Deməli, 12 C-nin 2 mislindən böyük deyil. Yəni C vur 2 12-dən böyükdür və bərabərdir. M-in 2 misli 9-dan böyük və bərabər və ya bərabərdir. Deməli, M-in 2 misli olur 2M, 9-dan böyükdür və yaxud da bərabərdir. Dördüncü çalışmaya baxırıq. Fikirlərə uyğun olaraq cəmiyyətlərin qiymətinə hərflə işarə etməklə dəyişəni olan bərabərsizliklər yazın. Deməli, Səbinənin yaşı 12-dən çoxdur. Səbinənin yaşı biz bilmirik də X-dir. X 12-dən çoxdur, amma demir, 12 deyil ya da 12 bərabərdir, çoxdur. Yeşiyin kütləsi 9 kiloqramdan azdır. Yeşiyin kütləsinə biz M versək, M 9 kiloqramdan azdır. Sonra Samirin kitablarının sayına N deyirik. Deməli, Samirin kitablarının sayı 8-dən az deyil. Bərabər də ola bilər, 8-dən çox da ola bilər. Yəni, belə yazırıq. Ananın pulu 15 manatdan azdır. Ananın puluna biz L deyiriksə, L 15 manatdan azdır. Lentin uzunluğu 3 metrdən çoxdur. Lentin uzunluğu tutaq ki, olsun Y. Y 3 metrdən çoxdur. Yəni, Y böyükdür 3. İmtahan balı 100-dən çox deyil. Deməli, 100-dən çox deyil deyirsə, 100-ə bərabər də ola bilər. 100-dən kiçik də ola bilər. İmtahan balı olsun A. Deməli, A 100-dən çox deyilsə, bura 100 qoyuruq. 100-dən çox deyil. İşarə də belə. Yəni, 100 həm çox ola bilər, həm də bərabər ola bilər. 5-ciyə baxırıq. Gülsüm hər gün ən azı 4 kilometr piyada gəzdiyini söylədi. Yolun uzunluğu S ilə işarə edilərsə, bu fikri ifadə edən hansı yazılış doğru olar? Deməli, hər gün ən azı 4 kilometr gəzir. Yəni, 4 ən azı da, 4-ün özündə 4 kilometrdə gəzə bilir, amma normalda 4-dən çox gəzir deyir. Yəni, onda 4-ə həm bərabərdir, həm də 4-dən böyükdür. 6-ya baxırıq. Yol nişanına görə hərəkət sürəti 30 km/saatdan çox olmamalıdır. Bunu bərabərsizliklə yazın. 30 km/saatdan çox olmamalı deyirsə, deməli, ondan az olmalıdır. Yəni, X kiçikdir 30-dan. 20 ola bilər, 10 ola bilər. Əsas 30 km-dən çox olmamalıdır və 30-a da bərabər ola bilər. Çox 30-dan çox deyildi, 30-30-a bərabərdir. 7. Verilən bərabərsizliyə uyğun fikri söyləyin və dəyişənin nəyi ifadə etdiyini izah edin. Yəni, belə N 24-dən kiçikdir. Belə deyirik. M 12-dən böyükdür. X 12-dən böyük deyil. Y 8 ilə 3-ün cəmindən böyükdür. X 14-dən kiçik deyil. Bu formada fikrimizi söyləyə bilərik. Öyrənmə hissəsinə baxırıq. Bərabərsizliyin həlli. Dəyişənin bərabərsizliyi doğru ədədi bərabərsizliyə çevirən hər bir qiymətinə bərabərsizliyin həlli deyilir.
Verilmiş ədədin bərabərsizliyin həlli olduğunu yoxlamaq üçün bu ədədi dəyişənin yerinə yazıb alınan ədədi bərabərsizliyin doğru olub olmadığını yoxlamaq olar. Məsələn, x böyükdür 2 bərabərsizliyini ödəyən bir neçə ədəd yaza bilərik. X 2,1-dirsə, bəli. 3-dən 3,1-dirsə, bəli. Amma 0, yəni bildik ki, 0 2-dən böyük deyildi, kiçikdir. Onda buna x işarəsi qoyublar. Deməli, x böyükdür 2 bərabərsizliyində x-in 2-dən böyük istənilən qiymətinə doğrudur. Bu qiymətlər natural ədəd, adi və onluq kəsir, həmçinin qarışıq ədəd ola bilər. Bu ədəd oxununda təsvir etmək üçün iki ədədi kiçik çevrə ilə qeyd olunur. Ədəd oxunan 2-dən sağdakı bütün ədədlər x böyükdür 2 bərabərsizliyin həllidir. Məsələn, bura 2-dirsə, 2 ədədi həllə aid deyil deyir. Qalan fikir verin. Ox istiqamətdə, yəni natural ədəddə dediyi kimi adi kəsir, qarışıq ədəd, düzgün olmayan kəsir, yəni ola bilər. Amma əsas odur ki, 2 olmasın və 2-dən böyük qiymətlər alsın. Və bu formada içi boş, bu formada işarə olunursa, bu həmin ədədin həllə aid olmadığını göstərir. Amma məsələn, burada fikir verin, içi dolu olacaq. Yəni bu 8 çünki bunu ödəyir. Baxın, məsələn, burada da uyğun ədədi bərabərsizliklər 5-dir, 7-dir. Amma artıq 9, 11 uyğun deyil. Onda biz görürük ki, maksimum 8-də dayandı, elə deyilmi? Bura qədər doğruydu. Buradan sonra doğru deyilsə, yəni bu istiqamətdə baxacaq. O da 8-in də içi dolu olmalıdır ki, 8 bərabərliyə daxildir. Deməli, 8-ci misala baxırıq. Ədəd oxunda x böyükdür, kiçikdir, bərabərdir 7. Nə bilim, bu deyil bərabərsizliklərin hər birinə uyğun təsviri müəyyən edin. Deməli, bu hansına uyğun gəlir? X, baxın, 7 ola bilər. Onda A variantı uyğun deyil. B variantı və C variantı ikisindən biri uyğun olacaq. Və 7 böyükdür də. Ən böyük 7-dirsə, deməli 5, 6, 7 bu ola bilər deyə biz buraya yazırıq ki, x kiçikdir və yaxud da bərabərdir 7. Sonra x. Burada baxın, bu işarə olanda artıq bundan istifadə edəcəyik. Amma böyükdür, bərabərdir olanda içi dolu olacaq. İndi burada ya cavab A-dır, ya cavab D-dir. 7 böyükdür. Ən böyük, yəni 6 ola bilər, 5 ola bilər. Daha doğrusu 7-yə qədər ədədlər olduğu üçün biz buraya yazırıq 7 böyükdür x-dan. Burada artıq x 7-dən böyükdürsə, bu hissəyə düşür. Burada da bərabərdir yenə ola bilər deyə və artıq x 8, 9, 10, 11 qiyməti ala bilər deyə burada B variantına uyğun gəlir. 9-a baxırıq. Dəyişənin verilmiş hansı qiymətlərində bərabərsizlik doğru olar? Y 3,2-dən kiçikdir. Onda hansılar uyğun olar? 3,2-dən kiçik olan ədədləri biz götürürük. Məsələn, 3-də 2, bəli, 2, bəli, 3, bəli. Amma 3,6, 4 bu bərabərsizliyin həlli deyil. B variantında 6 böyükdür M-dən, həm də bərabər ola bilər. Deməli, 4-də 3, bəli, 4 ola bilər, 6-ın özü ola bilər. Amma 6,5 və 7 bərabərsizliyin həlli deyil. Burada artıq x 8-dən böyük, yəni 8 ola bilməz, 9, 10, 11 belə ola bilər. Ona görə biz bu 8-də götürmürük, götürəcəyik burada 9-u və 11-i. Amma burada z 4-də həm bərabərdir, həm də böyük. Demək, biz 4-ü də götürürük, sonra 5, 6,2, 8-i götürürük. 10-cu varianta misala baxırıq. Bərabərsizliyi ödəyən 3 natural ədədi tapın və həlli ədəd oxununda təsvir edin. Məsələn, belə bir ədəd oxu çəkirik. 10 böyükdür, elə deyilmi? İçi boş olmalıdır. Bura 10 yazıram. Deməli, burada ola bilər, yəni bu oxumuz bu istiqamətdə olacaq. Burada ola bilər 5, 4, bu tərəfdə olsun 0. Bu belə olur. Burada amma x 5-dən böyükdür. Yəni, bura bir 5 qoyuruq. Buradan hansı ədədləri 3 ədəd yaza bilərik? 6, 10, nə bilim 20. İndi siz düzgün çəkərək göstərə bilərsiniz. Mən kompüterdə ölçü apara bilmirəm. X böyükdür, bərabərdir 3.
Deməli, burada x 3-dən böyükdür, bərabərdir. Bu işarə olduğu üçün içi dolu olacaq dairəmizin. Yəni 3-ün özü də daxildir. Amma x-lar 3-dən böyükdür. Yəni burada 4 ola bilər, 5 ola bilər, 6 ola bilər. Ox da bu istiqamətdə gedir. Sonra deməli, burada x 6x-dan böyükdür və ya bərabərdir. Deməli, işarəmiz belə olacaq, dolu olacaq 6. 6-nın özü böyük olduğu üçün artıq 6-dan kiçik ədədlər yaza bilərik bura. Ola bilər, məsələn, 0, 1, 3 natural ədəd deyir şərhlər. Natural ədəd sözünə fikir vermişəm. Natural ədəd olduğunda, məsələn, bu 1-ə də 1 qoyaq. Bura, məsələn, qoyaq 1, bura qoyaq 2, bura qoyaq 5 və ox da bu istiqamətdə olacaq. Sonra buradan 4,5 böyükdür. Yəni biz bura 4,5 yazırıq və qalanlarda natural ədəd ola bilər. Yəni 1, 2, 3 və oxumuz da bu istiqamətdə olacaq. F variantına baxırıq. Buradan x böyükdür də. 9,2-dən x böyükdür. Deməli, yəni bura ola bilər, daha doğrusu burada 9,2 yazıram. Burada ola bilər 10, 11, yəni lap uzatacaq o tərəfə 20 ola bilər. Deməli, amma bərabər deyil deyə sadəcə dairəmizin içi boş olacaq belə. 11-ə baxırıq. Deməli, bərabərsizlik ödəyən ən kiçik natural ədədi tapın. Ən kiçiyini soruşur, özə natural ədəd olsun. X 4-dən böyükdürsə, burada məsələn 6 ola bilər, 7 də ola bilər, 5 də ola bilər. Amma məsələn, yazaqda X 4-dən böyük ədədlər 5, 6, 7. Bunların ən kiçik hansıdır? 5-dir. Deməli, biz X-a burada ən kiçik qiymət olaraq 5 veririk. Burada yenə natural ədəd soruşur. 3-də 4 neçədir şərhlər? 3-də 4 bərabərdir 0,75. 0,75-dən böyük ədəd, məsələn 1 0,75-dən böyükdür. 2 də böyükdür, amma biz kiçik olduğu üçün 1-i götürə bilirik. Burada həm bərabər ola bilər, yəni 7,4-də, həm də 7,4-dən böyük olmalıdır. 7 ola bilməzdir, çünki 7 7,4-dən kiçikdir. Onda belə olur. Biz bura məsələn 8 götürə bilərik ən kiçik olaraq. Ən bərabər 8, yəni 10, 11 də götürə bilərik, amma bizdən ən kiçiyi soruşur. Burada y 8,7-dən böyükdürsə, deməli y-miz ən kiçik neçə alır? 9. Burada x 23 bölünsün 3-dən böyükdür. 23 bunu kəsr halına qarşı ədədə gətiririk. 23-ə böləndə 7. Burada 3-də 2. Deməli, 7 tam 3-də 2-dən böyük hansı olacaq? 8. Deməli, x-də ən kiçik alacağı qiymət 8 olmalıdır. 12. Bərabərsizliyi ödəyən ən böyük. Bu dəfə ən böyük soruşur. Məsələn, 5 böyükdür də deyil. Burada məsələn, x-in yerinə ola bilər 1, 2, 3, 4. Amma bu 1, 2, 3, 4-ün içərisində ən böyük natural ədəd 4-dür. Onda x də bərabərdir 4. Burada 8,9 m-dən böyükdür də. Deməli, m neçə ola bilər? Ən böyük 8 ola bilər. Həqiqətən 8, 8,9-dan kiçikdir. Burada 7-yə də bərabər olduğu üçün elə 7 götürürük. Yəni, nə 8 götürə bilirik, nə 9 götürə bilirik, nə 6 götürə bilirik. Yəni, 8, 9 onsuz 7-dən böyükdür, 6, 7-dən kiçikdir, amma mən böyük deyil. Yenə burada bərabərsizlik olduğu üçün y-ə biz 9 verəcəyik. Y bərabərdir 9. Burada 24-ü 4-ə bölürük, yazırıq 6. Ən böyük alacağı qiymət də onda olur 6. Məsələ həllərinə baxırıq. Samirin fikri deyir, doğrudurmu? İndi x kiçikdir 15-dən və x kiçikdir, bərabərdir 14. Bərabərsizliklərini ödəyən natural ədədlərinin sayını tapın. Aha. Sayı bərabərdir deyir, daha doğrusu tapın demir, bərabərdir deyir. Bu deyir, natural ədədlərin sayı bərabərdir. İndi biz baxırıq. Baxın, hansı ədədlər ola bilər? 1, 2, yəni birinci x əgər 15-dən kiçikdirsə 3, 4, 5, gəlir 14-ə qədər, elə deyil. Deməli, sayanda buradan görürük ki, 14 natural ədəd var da. Burada 14 natural ədəd var. Və bir də x 14-ə qədər.
Yəni bu da eləyə, yəni x kiçikdir və bərabərdir 14-dən. Yəni 1, 2, 3, 4, 5 yazırıq. 14-ün özünü də ala bilir, elə deyilmi? Burada da görürük ki, 14 natural ədəd var. Onda həqiqətən də bunlar bir-birinə bərabər olmağı doğrudur. 14-ə baxırıq. Gəzinti gəmisi ən çox 168 sərnişin tutur. Ən çox tutduğu 168-dir. Gəmi gəzintisi üçün satıla bilən biletlərin sayı eyni hansı bərabərsizliklərə təsvir etmək olar? Şərhlər, deməli 168 sərnişin varsa, demək 168 də bilet olacaq. Hər sərnişinə bir bilet. Və burada biletlərin hamısı alınacaq deyə bir şey yoxdur. Deməli, nə qədər bilet alına bilər? 168-dən aşağı və 168-ə bərabər. Onda hansı olur? En kiçikdir, bərabərdir 168. En böyük ola bilməz təbii ki. 168 nəfər dursa 168-dən çox bilet satıla bilməz. 169 yəni 169-dan kiçik olmalıdır, bəli. Bərabərsizliklərlə. Buradan əslində iki bərabərsizliklər deyirdi ya. Bunu da verə bilərik, yəni. Çünki burada 168 də bura daxildir, elə deyilmi? Sonra burada en maksimal 167 edir. 168-in özü edə bilmir deyə. Bu doğru deyil. Demək, hansı doğrudur? İkinci və üçüncü cərgdə olanlar. Sonra usta evin divarına vurmaq üçün ən azı 6 rulon, ən çoxu 9 rulon divar kağızı lazım olacağını hesabladı. Divar kağızının bir rulonu 8 manatdır. Verilən hansı məbləğlər divar kağızını almaq üçün ödənilən pul ola bilər? Deməli, 6 rulon, 6 bir dəfə 8-ə vuruq, 48 manat. 48 manat ödəyə bilər. Maksimal nə qədər ödəyə bilər? Yəni 6 ilə 9 arasında daxil 8-də 9-a vururuq, 72. Yəni x böyükdür, bərabərdir 48-dən, kiçikdir, bərabərdir 72-dən ola bilər. Deməli, 48 ilə 72 özləri daxil olmaqla bu ədədlər arasında yerləşən ədədi götürə bilərik, ədədlər götürə bilərik. Bu məbləğlər demək hansı ola bilər? 40 manat ola bilməz. 48 bəli ola bilər. 64 ola bilər. 72 də ola bilər. Amma 80 ilə 88 72-dən çox olduğu üçün ola bilməz. 16-ya baxırıq. Tərəzilərdəki meyvələrin kütləsi 1 kiloqram, 1,5 kiloqram, 3 kiloqram və 4 kiloqramdır. Hər meyvənin kütləsini tapın. Buranı evvela hesabladıq ki, biz, bura nə qədərdir? Bura 3 kiloqramdır. Yəni, bananla armud ikisinin birlikdə çəkisi 3 kiloqramdan çoxdur. Əlimizdə olan kiloqram 1 kiloqram, 1,5, 3, 4. Deməli, bura 1 ilə 1,5 getmir də. 1 ilə 3 ola bilər. 1 ilə 4 ola bilər. 3 ilə 4 ola bilər. O bir tərəfə baxırıq. 2 kiloqramdan 1 kiloqram. 3 kiloqramdır. Amma bu daha ağırdır. Deməli, bananımız bizim ucuz. Burada da banan var idi, elə deyilmi? Bananımız deməli bizim çox baha, çəkisi çox ağır deyil. Biz buradan bananımıza 1 kiloqram versək, ortaq olaraq 1 kiloqram, 1,5 kiloqram da verərik. Yəni daha çox məntiqə dayanır şərhlər var. 1 kiloqram verdik. Bu tərəfə də gəlirik, baxırıq 2 kiloqram, 2 kiloqram, 4 kiloqram. Burada da edir 4,5 kiloqramdır. Deməli, bu banan 1 kiloqramdırsa, burada armud, deməli 3 kiloqramdan ağırdır deyə düşüb də. Armuda biz, məsələn, 1,5 kiloqram verə bilmərik artıq. 2,5 kiloqram eləyir. Armuda mı 3 kiloqram verə bilərik? Bunu hər ehtimal verək. Sonra burada banan 1 kiloqramdır. Amma bu nardır deyəsən. Nar, bu 1 kiloqramla, yəni bananla narın cəmi 3 kiloqramdan aşağıdır, yəni. Ona görə yuxarıda qalıb tərəzinin gözü. Bura yüngül olan tərəfdə qalır. Bura 1,5 kiloqram ola bilər də. Yəni, bu 3 kiloqram heç birini qoya bilmirik. Bura 4,5 kiloqram daha ağır eləyib. Biz narımıza nə qədər vermişdik? 1,5 kiloqram vermişdik elə. Onda biz ananasımıza da 4 kiloqram versək, şuradan alınırmı? 4 qalıb da əlimizdə 4 kiloqram alınmadı. Deməli, 1,5 kiloqram, 4 kiloqram, 5 kiloqram eləyir. Onda biz nəyə gətirib yerini dəyişək? Bu 4 kiloqramı
Gəlib yazaq armuda. Armuda 4 kiloqram yazsaq, bura 5 kiloqram eləyirdi, elə deyil. Bura 5 kiloqram elədi. Deməli, hansı kiloqram qalıb? 3 kiloqram. Bura 3 kiloqram qoyanda görürük ki, bərabər eləməlidir. Deməli, biz nəyin 4 kiloqram da olmayacaq. Onda biz nəyi dəyişməliyik? Bananın çəkisinə. Şərtlər bu formada fikirləşərək əslində məntiq yürüdərək özümüzün tapmağında daha böyük fayda var deyə düşünürəm. Bananımıza gəl 1,5 kiloqram verək. Bu banan olsun 1,5 kiloqram. Qələmimizi deyişək ki, bayaqki əməliyyatlar qalmasın. Banana 1,5 kiloqram verdi elə. Onda bu banana da 1,5 kiloqram verir. Yəni deyim ki, banana məsələn 3 kiloqram vermək olmur. Banana 4 kiloqram vermək olmur. Axı bu aşağı olmalıdır. Banana 1 kiloqram verdiksə, onda biz armuda nə qədər verməliyik? 3 kiloqramdan aşağı olması üçün 1 kiloqram veririk də. Yəni yerlərini dəyişdik. Armuda 1 kiloqram veririk. Banan 1,5 kiloqramdırsa, buradakı nara nə qədər verə bilərik? Bir dəqiqə. Yox, bu armudu tələsməyək, armud qalsın. Niyə? Çünki banan 1,5 kiloqram olanda bu 3 kiloqram ağır olmalıdır. Onda bunlar 1 kiloqramdır elə. Biz bunları 1 kiloqram elədik. Gətirdik, bura 1 kiloqram elədik. Aha. Qaldı armudla ananas. Biz ananasa 1 kiloqramdırsa, ananasa 4 kiloqram verə bilərik. 3 kiloqramımız deməli 1 kiloqram, banan 1 kiloqramdır. Aha, əla. Qaldı 3 kiloqram və 4 kiloqram. Biz bura 4 kiloqram verə bilmərik. 4 olanda bura 5 olacaq. 4-ü gətirib buraya yazırıq 4 kiloqram. Onda bura nə qalır? 3 kiloqram. İndi şagirdlər, baxırıq son dəfə bu alındı. Deməli, 1,5 kiloqramdan 4 kiloqram bura ümumi eləyir 5,5 kiloqram. Elə deyil, 5,5 kiloqram 3 kiloqramdan ağırdır həqiqətən. Bu deməli düz alınır. Burada 1,5 kiloqramdan 1 kiloqram 2,5 kiloqramdır. Burada 3 kiloqramdır, burada daha ağır oldu. Bu da düz öldü. Burada 1 kiloqramdan 3 kiloqram. Yəni 4 kiloqram bura eləyir, 4,5 kiloqram da belə eləyir, düzdür. Onda biz kütlələrini yazsaq, yazırıq. Buradan qeyd edirəm, siz özünüz dəftərinizə yazarsınız. Banan 1,5 kiloqram oldu. Armud. Şərtlər bir dəfəyə də tapa bilərdik, yəni, amma özünüz də fikirləşərək yerinə qoysaz daha yaxşı olar ki, həm məntiq olaraq özünüz fikir yürüdürsünüz, həm də belə praktik olaraq da növbəti misallarda sürət qazanırsınız. İndi nar da nə qədərdir? Nar da 1 kiloqramdır. Qalır ananas. Ananası da yuxarıdan yazaq, yerləşsin. Ananas da 3 kiloqramdır. Vəsə, bu qədər. Bura qədər izlədinizsə, kanalıma abunə olaraq da dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın.